Bir neçə gün bundan öncə Şamaxı sakini Cavadova Sülhiyə kanalımıza video göndərərək icra hakimiyyətinin onların müraciətinə cavab vermədiyini, qəzalı vəziyyətdə olan evinin bərpasına köməklik göstərməkdən imtina etdiyini bildirmişdi. Material işıqlandırıldıqdan sonra Şamaxı İcra Hakimiyyətinin məsul şəxsləri vətəndaşın problemini dinləyib məsələnin həllinə göstəriş veriblər. Və budur, vətəndaş öz təşəkkür videosunu da kanalımız vasitəsilə işıqlandırılmasını xahiş edir. Bir xəbər medianın heç bir şəxslə, heç bir qurumla qərəzi yoxdur. Vətəndaş narazılıqlarını, problemlərini, məmur özbaşınalıqlarını daim işıqlandırmaqla haqqın bərqərar olmasına çalışmışıq. Bundan sonra da yolumuza davam edəcəyik. Salam, hər vaxtınız xeyir olsun. Mən Cavadlı Sülhiyə, Şamaxı rayon 2-ci Taylı kənd sakini. Uzun müddət deyildir ki, bir müraciət ünvanlamışdım lazım olan qurumlara. Əlbəttə ki, haqlı etirazımı bildirmişdim. Bugün mən qısaca bir çəkiliş edərək bir açıqlama verib, eyni zamanda da bir təşəkkürümü çatdıracağım. İmkanımız yetdiyi qədər təqdim edəcəm. İnşallah ki, daxil olub otaqlardan da göstərəcəm. Mən bugün vətəndaş olaraq çox şadam ki, çətin şərait icra olundu, proses həlli yolun tapdı. Mənim 2019-dan bugünkü günə qədər müraciətlərim olub və hər birində də qeyd etmişəm ki, mən heç bir maddi gəliri olmayan bir vətəndaşam, qəzalı şəraitlə üz-üzə qalan bir vətəndaşam. Bu nöqteyi nəzərdən mənim müraciətlərim olub. Bugün mən çox şadam ki, proses həlli yolun tapdı, işin icrası başa çatdırıldı. Çox sevincliyəm, 2 qat bayram yaşayıram. Minnətdaram ölkə başçımız möhtərəm cənab prezidentimizə və eyni zamanda Şamaxı rayon icra hakimiyyəti qurumlar arasında yeganə qurumdur ki, böyük hörmətlə və etimadla hər zaman müraciət ünvanlayıb dəstək aldığımız bir qurumdur. Təşəkkür etməyə bilmərəm. Hesab edirəm ki, yarım qalmış bir işləri təqdim ediriksə biz vətəndaşlar, borcumuzdur ki, görülmüş bir işi də təqdim etsək daha məqsədə uyğun olar. İnşallah ki, mən daxil olub zamanımız yetdiyi qədər otaqlardan da göstərəcəm. Mən bugün çox şadam, dərin minnətdarlığımı bildirirəm Şamaxı rayon icra hakimiyyətinə. Bizim çətin şəraitə laqeyd qalmayıb, bilgənə yanaşmayıb, təşəbbüs göstərmişdi. Çox sağ olsun, ailə üzvlərim adından, övladlarım adından bir vətəndaş kimi dərin minnətdarlığımı bildirirəm və buyurub baxa bilərsiniz. Çox sağ olsunlar, bir daha qeyd edirəm və bildirmək istəyirəm ki, cənab başçı, vəzifədə çoxları əyləşir. Mən bugün sizin insanlığınız qarşısında, mərhəmət və ədalətiniz qarşısında dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Şamaxı rayon icra hakimiyyəti, Şamaxı rayon Sabir bələdiyyəsi, Elşən müəllim, Atamoğlan müəllim, Mərdan müəllim və eyni zamanda ərazi üzrə idarə etmə nümayəndəli İlyas müəllim vaxtından, saatından asılı olmayaraq hər zaman bizi dinlədiyiniz üçün, bizim çətin şəraitə laqeyd qalmadığınız üçün, hər birinizin mərhəməti qarşısında, insanlığı qarşısında dərin minnətdarlığımızı bildiririk, təşəkkür edirik, çox sevincliyik, bir daha qeyd edirəm. Buyurub baxa bilərsiniz. Əlbəttə ki, zamanımız az olduğu üçün, zamanımız yetdiyi qədər mən çəkiliş edib təqdimat verirəm. Buyurub baxa bilərsiniz. Biz çox şadıq. Bizim qəzalı şərait başa çatdırıldı. Mən bir daha qeyd edirəm. Şamaxı rayon icra hakimiyyəti mənim hər zaman böyük hörmətlə və etimadla müraciət edib böyük dəstək aldığım bir qurumdur. Həqiqətən böyük təşəbbüs göstərib. Çox sağ olsun, çox minnətdarıq. Bir daha qeyd edirəm ki, başda cənab prezidentimiz olmaqla Şamaxı rayon icra hakimiyyəti və bütün heyətə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.